Salam, Rəhman və Rəhim olan Allahın adıyla. Əziz, dəyərli müsəlman bacı və qardaşlarımız, hər birinizə Allahla barış etməyi, bir-birinizlə, insanlarla sizə qarşı heç bir fiziki və mənəvi və yaxud da ki, yəni hər hansı bir cəhətdən təzyiq göstərməyənlərə qarşı hər zaman barışda olmağı arzu edirəm Rəbbimlə. Çünki barış müslim olanın sifətidir. Davaya aparan, müharibəyə aparan, insanlar arasında fəsad yaradan, fitnə çıxardan əməllər müslim deyilən şəxsdə gərək olmasın. Əgər varsa o müslim deyil zaten. O özünü aldadır yalnız. Öz adına mən müsəlmanam, indi bura müslim deyir, muslimunəm, o müsəlmanam deyir, amma müslim olmur, barış eləmir. Bəzən Allahla barışı pozur, bəzən insanlarla barışı pozur, bəzən də insanların bir-biri ilə olan barışlarını pozurlar. Belə insanlar, mən müsəlmanam deməsi doğru deyil, onun dini İslam deyil, o özünü aldadır, o fərziyələrlə yaşayan bir varlıqdır sadəcə. Gələk əsl məsələnin özünə. Mən hər zaman bunu qabaqca fərqli düşünürdüm, amma havada qalırdı. Düşünürük ki, yəni cin deyə varlıq varmı? Bu varlıq varsa da, niyə bizim planetimizdə, bizim içimizdə olsun? Varsa da onlar necə varlıqdır ki? Yəni çox məntiqsiz bəzi şeylər var idi ki, oturmurdu yerinə. Quran yalnız bəşəri olan varlıq üçün göndərilib. Əgər iblis cinlərdəndirsə və cin də bir varlıqdırsa, bu iblis belə deyək də, Allah deyir ki, o iman gətirməyəcək qiyamətə qədər və onlara elçi göndərilməsinə dair, yəni cinlərə də bir elçi göndərilməsinə dair net və açıq ayət yoxdur. Necə ki, mələklər olsaydı, deyir, yer üzündə biz onlara mələk elçilər göndəririk. İndi bizim ünsürümüzdən olmayan bir varlıq təsəvvür edirik ki, onun adı cindir, candan yaranıb. Çünki Allah Quranda cini tüstüsüz oddan yaratdıq demir, canı tüstüsüz oddan yaratdıq deyir. Canla cin arasında əgər fərq olmasaydı, Allah can sözündə bir əlif gətirib qoyur. N ilə cin arasına, c ilə n-nın arasına bir əlif qoyur. Deməli, bir fərq var ki, deyir. Məsələn, qətələ sözü ilə qatil sözü eyni deyil. Qətələ öldürür deməkdirsə, qatil öldürən deməkdir. Can nədirsə, başqa bir şeydir. Və ondan türəyən cin oldu. Tək bir dənə iblis cin oldu, deyir. Deməli, cin bir sifətdir. Əvvəl cin deyildi, amma sonra cin oldu. Necə ki, kafir oldu, səcdə etmədi deyə. Eyni zamanda kəf əldə deyir ki, cin oldu. İkisində də kanə, oldu sözü işlənir. Düzdür, kanə sözünün idi mənası da var. Amma əgər biz burada cin oldu, yox, cin idi desək, gərək eyni şəkildə kafir oldu sözündə səcdə etmədi və kənə minəl kafirin dediyi sözdə də gərək səcdə etmədi və kafir idi deyək. Məntiq gəlmir, yerinə oturmur. Niyə? Çünki kafir oldu, öncədən kafir değildi. Sonra əmirdən çıxır, Allahın əmrini yalanlayır, boş iş gördüyünü ortaya qoyur. Yəni bu işin doğru olmadığını, burada bir haqsızlıq olduğunu düşünür və ona kafir oldu ifadəsi gətirməlisən. Yəni öncədən başqa bir şey onda hadisə var, bu o hadisədə zaten kafir olubdu. İndi Allah deyir ki, zaten kafir idi yəni. Ona görə düz gəlmir. O idi ki, cin bir sifətdir. Bu sifət iblisdə, umumlar iblisdə olan bir çox sifətlər var ki, iblis nə idi? Rəbbinə asi oldu. İndi bizdən də asi olanlar var. Deməli, asi sözü həm cinə, belə iblisə, həm bizə işləyə bilər. İnsana da zalim sözü işlənir, iblisə də zalim sözü işlənir məsələn. Və yaxud da kafir sözü iblisə də işlənir, bizə də işlənir. Deməli, hər kafir olan, hər Allaha qarşı zalimlik edən, haqsızlıq edən insan və Allah kimi özünə tabe edəcək dəstə toplamağa çalışan nə sifətinə sahib olur? Cin sifətinə sahib olur. Və beləliklə cinli edən bu sifət sahibinə, cinli edən bu cin sifətinə sahib olan kəslərin qulluğuna qaçan, onlara qulluq etməyi Allaha qulluq
deyə ərz edən, Allaha ibadət kimi qəbul edən, sanki onlar Allah yanında Allahın əzizləri imiş, nümayəndələri imiş, Allahın ən üstün tutduğu kəslər imiş. Onlar nə deyirsə də, nə əmr edirsə də, nə qadağan edirsə, bu qanundur. Allahın sanki özü bunu eləyirmiş kimi qəbul edənlər ins olur. Yəni o cinlik edənlərlə ünsiyyət quran insanlar olur. Zariyat suresi 56. ayəsində və mə xalaqtu insi vel cinni illə la ya'budun, biz insi və cinni, baxın, insi, yəni cinnə tabi olan, cinlə ünsiyyət quran və onlara cinni edən, yəni ağalıq edən, o kafir və zalim sıfatını əldə edib ki, insanları hakimiyyətini alacaq. İblis nə dedi? İblis dedi, mənə möhlət ver. Allah dedi, sən möhlət verilənlərdənsən. Bu zaman İblis dedi ki, möhlət verilib baxın. Və ya qiyamətə qədər xud məqamındaydı, ölümsüzlük məqamındaydı, qalacalıq. İndi o məqamdan Allah tüş və alçal və qovuldun deyir. Bu zaman möhlət istəyir ki, heç olmasa öldürmə də məni. Və ya bu sifətimə görə mələk ad almışdım. İndi o sifətimi əlimdən almışsan, amma mənə möhlət ver. Onların məbus olacağı günə qədər. Allah buna dedi ki, sən möhlət verilənlərdənsən. O zaman İblis bu qorumanı, bu sözü götürür üstünə və neynir? Deyir ki, mən oturacam doğru yolun üstündə, onlara öndən gələcəm, arxadan gələcəm, sağdan gələcəm, solda gələcəm, onları düzgün yolda görməyəcəksən. Və Hicr surəsində deyir ki, mən onların hamısını özümə tabi edəcəyəm, yalnız sənin müxlis qulların istisna olmaqla. Biz buradan anlayırıq və biz buradan başa düşürük ki, ümumi olaraq nədir? Cin məsələsi, cin mövzusu, bu cür iddiada olan kəslərin sifətidir. İndi bunun Allah da çağırır ki, gəlin mənə, mənim vəhyimə tabi olun. Və bu çağırışı gerçəkləşdirən insanlardan seçilmiş olan İbrahim, Musa, Nuh, Adəm, Muhammed Nəbi, Musa Nəbi kimi şəxslərdir ki, və onların arasında gələn keçən elçilərdir ki, bunların vasitəsindən Allahın vəhyinə icabət edin, o çağırışı qəbul edin deyə bir dəvətçilər var. Və eyni zamanda İblis də özünə tərəf çağırır və burada eyni ilə bu sifəti insanlardan da sahiblənib, bu sifəti qəbul edənlər oldu. Anlaşıldı demək istədiyim. İndi mövzu, gəlirik biz Qur'anın özünün üzərində. Cin surəsində keçən bir ifadə var, bir neçə ifadə. Bu ifadəyə görə biz aciz qalırlar bəziləri ki, Quranda göyə qalxmaq var. Bizim hansımız göyə qalxırıq? Və ya bizim özümüzə rəhbər tutduqlarımız Sistani və yaxud da ki, Türkiyədə Dəyənət Bakanlığının müridləri olan kəslər, bunlar hansı göyə qalxır ki, iddiası ola bilər? Gəlin, baxaq görək, o irad nədir ki, biz onları qoruma altında gördük, bizdən kimsə oradan bir söz qapıb qaçarsa da, onu təqib edən yandırıcı bir ulduz var, nə bilim, bu kimi ayətlərin üzərində çelişki yaranır ki, yəni necə yəni? Gəlin baxaq görək nə anlama gəlir bu söhbət. Cin surəsində bir ifadəni əl alacağıq inşallah. Birinci buradan başlayaq. Ümumi olaraq cinlərə insandan elçi göndərilməz. Hər topluma öz cinsinə uyğun bir elçi göndərilməlidir. Tüstüsüz oddan yaranan mələk, yəni nurdan yaranan varlığa mümkün deyil ki, bəşər olan bir varlıq elçi getsin. Bunu birinci qəbul edək. Ona görə də Əhqaf surəsində və Cin surəsində dinlənilən ayətlər gözə görünməyən tüstüsüz oddan yaranan şəxslərə aid edilsə, burada bir məntiqsizlik yaranır. Mələklə cinin yaradılış ünsürü navara sözündən olan, nur kəlməsi olan sözdəndirsə də, o kəlmədən o Allahın ifadə etdiyi mənanı özündə algılayan bir ünsürdən, nəfsdən yaradıbsa Allah insanından əvvəl deyir, Hicr surəsi 26, 27, 28-ci ayələrinə baxsaz, biz insanı saxsı kimi quru bir palçıqdan yaratdıq. Ondan əvvəl də canı tüstüsüz olan, saf olan bir nardan, nurdan deyir, yaratdıq. Nar, nur, eyni söz, navaradan yəni. Navara kəlməsindən yaratdıq deyir və mələklərə dedik ki, mən quru saxsı kimi palçıqdan bir insan xəlq edəcəm. Elə ki, bu işi gördüm, onun üçün səcdəyə oturun deyə əmr eləyir.
Anlayırıq ki, həmən bu candan yaranan varlıqlar mələkdirlər. Və Allah bunlara əmr etdiyi zaman içindən biri etiraz edir və iblis adı alır. Ümidsizə düşən adı alır və o kafir olduğuna görə cin sifətinə sahib olmuş olur eyni zamanda. Çünki kafir olmaqla qalmadı və insanları sağdan, soldan, öndən, arxadan gəlib özümə tabi edəcəm, onların çoxsunu doğru yolda görməyəcəksən iddiasını ortaya qoyduğuna görə cin oldu. Kim bu cür iddiadadır ki, insanlar onun fikrinə, onun düşüncəsinə, onun doğru bildiyinə tabi olmalıdır, həmən şəxs cin olur. Anlaşılır demək istəyirəm. Bugünkü alimlər özlərinin ağıllarına, zənnlərinə uyğun din adına o qədər qanunlar, halallar, haramlar, yasaqlar qoydular, işlətdilər ki, bugün dünyada böyük fəsadlar baş verir bunun səbəbindən. Çünki insanlar bunu adət hala almış və onlar hətta bizim alimlərimizin xətası belə rəhmətdir deyə iddiasına inanırlar və bu böyük bir fəlakətdir həqiqətən toplumlar üçün, insanlar üçün. Məsələn, sünnət məsələsi nə qədər qızlarımız, oğlanlarımız bədbəxt olur. Siz elə bilirsiniz təkcə oğlanlar mı sünnət? Xeyr, qızlara da sünnət edirlər. Halbuki bu insanların özündən Allah adına, din adına uydurmuş bir məsələ idi. Və onun kimi bir çox daha məsələlər var idi. Məsələn, heyvanların qulaqlarını yarmaq kimi. Bu cür şeylər zaten var idi və bu din adına edilirdi. Allah adına bu işi görürdülər. Heyvanların qulaqlarını kəsmək və yaxud da yarmaq, bunu din adına edənlər var idi yəni. Allah bunu qadağan edir. Və indi oxuyalım. Deməli, cin məsələsi bunlar insanlar idi. Amma insanlar deyiləndə cinlik məqamında olan insanlar idi. Yəni məqam nətər sistani kimi yəni. Bəzilər özlərinə ağa, vəli, mürşid, nə bilim götürdükləri kimi bir məqamdadır. Yəni dini rəhbər icmasından idi. Əhlül kübəra, saadat əhlindən idi yəni. O idi ki, Allah onları cin adlandırır. Deyir, Əhqaf və Cin surələrində bir qrup cin Qur'anı dinləyib, sonra qövmlərinə nə kimi gedirlər? Munzir olaraq, qorxudub, xəbərdar edən olaraq bu sifəti ilə qövmlərinə dönməsindən danışılır. Bəzən mənə cinlər Qur'anda ancaq mənfi sifət kimi göstərilib iddiasını irəli sürənlər sual verir. Bəs bu surələrdə iman edən cinlərə nə deyə bilərsən? Yəni sual verirlər ki, siz deyirsiniz ki, bu mənfi bir sifətdirsə, şəxs deyirsə də burada iman edən kəslərdən danışırıq. Bunun cavabı əslində çox sadədir. Unutmayaq ki, Nəbinin yanına gələn bu kimsələr başqa dini məzhəbdə olan şəxslər idi. Onlar Nəbinin yanına gələndə həqiqətən cin idilər. Lakin ondan ayrıldıqda artıq haqqı bilən, qorxudanlar olaraq qayıtdılar, yəni iman etdilər və belə bir halda onlara da artıq cin deyilə bilməzdi. Misal olaraq, Musaya iman edən sehirbazlardan bəhs edilərkən, onlar iman etdikdən sonra artıq sehirbaz deyilmir onlara. Yenə də sehirbazlar deyə bəhs edilmir onlarla. Onlara sehirbazlar deyilməsi iman etməzdən əvvəlki hallarını ifadə edir. Yəni o sifəti o zaman onlara aid olur. Eyni ilə də cin sifəti iman gətirdiyi zaman iman gətirənə aid edilməz. Necə ki, iblis əgər tövbə edib dönsəydi ona iblis deyilməzdi, ona cin deyilməzdi, ona kafir deyilməzdir. Anlayırsınız yəqin ki, nə demək istədiyimi. Misal olaraq Musaya iman edən sehirbazlardan bəhs edilərkən onlar iman etdikdən sonra artıq sehirbaz deyirlər. Onlara sehirbazlar deyilməsi iman etməzdən əvvəlki hallarını ifadə edirdi. Taha surəsi 70-ci ayə. Nəticədə sehirbazlar səzdəyə qapanıb dedilər, biz Harunun və Musanın Rəbbinə iman gətirdik. Yəni bundan sonra artıq onlar sehirbaz sifəti ilə adlanmır Qur'anda. Cin surəsində cinlərdən iman etmiş şəxslərin öz qövmlərinə dedikləri uyarılar vurğulanır. Onlar Qur'anı dinlədikdə sonra oradan görüb anladıklarını qövmlərinə çatdırırlar. Bax, altına xətt çəkirəm, görüb anladıklarını.
Quranda bir çox ayələrdə görmək kəlməsini onlar görmürlərmi ki, belə deyək, biz insanı necə xəlq etdik? Və yaxud da onlar öz yaradılışlarına bir baxmazlarmı? Yəni, məsələ görməkdən gedirsə, vaxtda Nəbiyə deyirsən, görmədinmi fil əhlinin başına, fil əshabına nələr etdiyimizi? Əshab kəlməsi ilə. Allah elçisi fil əshabını gördü. Amma Əshab-ül Rə'si görmədi, Əshab-ül Kəhfi görmədi, gördü. Nətər gördü? Yəni, vəhyi oxuyaraq gördü, anladı. Fiziki görməkdən söhbət getmir. Bunu düzgün anlayın. Quranda keçən bir çox görmək kəlmələri eynən bu fiziki bir hadisənin, yəni sanki Məhəmməd Peyğəmbər doğulmamışdan öncəki zamanda baş vermiş hər şeyi fiziki gözlə görmüşdür deyə bir fikir ortaya qoymağa çalışırlar. Bu çox böyük yanlışdır. Gördü kəlməsini oxuduğunuz zaman görmürsünüzmü deyə deyirsə 100% ona dair Quranda bir çox ayətlər var. Siz keçib o ayətləri oxuyub görməyiniz lazımdır. Anlaşıldı. Ona görə burada sonra oradan görüb anladıklarını qövmlərinə çatdırdılar. Məsələ nədir? Deməli bunlar Quran dinlədik deyəndə bütün Quranı dinlədik anlamını ortaya qoymalısınız. Yəni sual verirəm. Onlar deyir biz Quran dinlədik. İndi oxunan bir şey qiraət. Burada əgər qeyd və şərt qoymayıbsa da ki Quranın Bəqərə surəsini dinlədik, nə bilim Fatihəsini dinlədik. O zaman bu nə qardı? Müqəyyəd elədi, qeydləndirdi və ixtisara saldı. Yalnız bir dənə bunu dinləmiş, o birislərinə xə. Amma bunlar bütövlükdə Quran dinlədik deyirlər. O zaman bütün Quranı başdan ayağa bunlar dinləmiş haldadılar və bunlar qayıdıb qövmünə munzirlik edirlər. Eyni Tövbə 122-də onlardan bir dəstə qalsın, eyni nəfər sözü, cinlər üçün işlənən nəfər sözü Tövbə 122-də də keçmişdir. Niyə onların hamısı birdən çıxırlar? Qoy onlardan bir nəfər, yəni bir qrup qalsın və onlar dində fəqir olsunlar və qövmlərinə döndüklərində onları Allahın əzabı ilə qorxudub xəbərdar etsinlər, munzirlik etsinlər, bəlkə onlar çəkinələr deyir ayət. Oydur ki, biz burada Cin surəsində 1-dən 3-cüyə qədər olan ayələrə bir nəzər yetirək. 1-dən 3-ə olan ayələrdə Allah buyurur. Ayələrdə onlara Qurandan sonra artıq Allaha şərik qoşmayacaqlarını bildirirlər. 4-cü ayədə isə deyirlər, bizim şərikimiz, yəni və yaxud da səfehimiz belə də Allaha qarşı yalan danışmış. Qurandan anlaşılır ki, hər bir məzhəbin başçısı olduğu kimi onların da itaət etdikləri birisi var idi və Qur'anın haqqını tanıdıqda onun yalanlarına şahid oldular bunlar. Baxın, bunlar ağıllı insanlardır. Toplum bunlara tabi, amma Allah bunlara səfeh deyir. Səfeh bəzən ağlını, özünü kontrol edə bilməyən adam kimi gəlir. Bəzən də səfeh nədir? Haqqı bilə-bilə onu örtüb gizlədən adama səfeh deyirlər. Məsələn, öz xeyrinin bu olduğunu bilə-bilə özünə ziyan verən adam nə sayılır? Səfeh sayılır. Bunlar Quranda bunun olmadığını bilə-bilə bunu Allah adından uydurub, biri ortaya qoyur, digərlərdə onu sanki Quran kimi təsdiqləyir və onun üstündə israr etsə, bunlar nə edirlər? Bilə-bilə özlərini təhlükəyə atırlar, yəni səfehdirlər. Anlaşıldı demək istəyirəm. İndi davam edək. Əsas vurğulamaq istədiyim ayə isə belədir. Cin surəsi 5-ci ayə. Və şübhəsiz ki, biz insanların və cinlərin Allaha qarşı əsla yalan danışmayacaqlarını düşünürdük. Baxın, xahiş edirəm. Bu ifadə çox önəmlidir. Yəni, nə demək istəyir burada ayə? Biraz cənə düşünək bu ayəni, diqqət edək. Bu şəxslər bir neçə ayə sonra biz müxtəlif firqələrə bölünmüşük ifadəsini işlətdilər. Əgər necə ola bilər ki, onlar Qur'ana qədər elə düşünürdülər ki, insan və cin Allah haqqında yalan danışamaz? Yəni, belə düşünürdülər. Axı, firqələrə bölünmə varsa demək, Allah haqqında fərqli düşüncələr və ziddiyyətlər, fikirlər var idi. Demək, bu fərqlər olmasa, niyə bunlar firqə adı alsınlar ki? Hamansı eyni düşünmürdü. Odur ki, 5-ci ayəni düzgün təhlil eləyəcəyik. Daha mühüm sual budur. Onlar Muhammed Nəbinin dediklərini dinləyərkən də onun doğru və yalan danışdığını müəyyən etmək istəyirdilər. Baxın, xahiş edirəm. Əhqaf surəsində
Deyirlər ki, biz Musadan sonra nazil olmuş bir kitab eşitdik. Deməli, onlar əvvəlki kitabdan da xəbərdar idilər. Bu halda necə düşünə bilərdilər ki, insanlar Allah haqqında yalan danışmaz? Baxın, xahiş edirəm. Yalan danışmaz deyəndə insan bəzən də o yalanı özü də inanır, onu danışır. Məsələn, bəzi məzhəblər demir ki, qiyamət günü biz Allahı görəcəyik. Bu Allah haqqında yalan danışmaq deyilmi? Anlayırsınız nə demək istəyirəm? Bunlar deyirlər ki, Sistani Allah haqqında, din haqqında heç vaxtı bizi aldatmaz. Yəni Allahla bizi Allah adı ilə, Allahla bizi aldatmaz. Necə ki Allah Loğman surəsinin 33-cü ayəsində, Fatir surəsinin 5-ci ayəsi olmalıdır. Həşr surəsində də səhv eləmirəmsə, yox, Hədidədirmi? Keçir ki, Həşr 16 olmalıdır. Allahla aldatmasınlar deyir. Aldadıcı sizi Allahla aldatmasın deyir. Anlaşılır demək istəyir. Deməli, insanları uyarırsa, insanlar ona inanacaqdır ki, Allah uyarır onları. Bunlar elə zənn edirdilər ki, o müqəddəs saydıqları, böyük saydıqları şəxslər onları əsla Allah haqqında onlara yalan deməz. Allah haqqında, yəni Allahın dini haqqında. Anlaşılır demək istəyirəm. Daha mühüm sual budur. Onlar Muhammed bunu oxumuşduq deyəsən. Onlar Muhammed Nəbinin dediklərini dinləyərkən də onun doğru və ya yalan danışdığını müəyyən etmək istəyirdilər. Əhqaf surəsində deyirlər ki, biz Musadan sonra nazil olmuş bir kitab eşitdik. Deməli, onlar əvvəlki kitabdan da xəbərdar idilər. Bu halda necə düşünə bilərdilər ki, insanlar Allah haqqında yalan danışmaz? Bu sual cinləri və insanları ayrı-ayrı bioloji varlıq kimi düşündükdə cavabsız qalır. Buna cavab verə bilməzlər. Əslində öncə qeyd etdiyim kimi hər bir məzhəb cin və insanlardan ibarətdir. Əsas üzvlər, məzhəb rəhbərləri cinlərdir. Əsas üzvlər kimlərdir? Öndərlər, başçılar. Onlar cin sifəti, cin xarakteri ilə ortaya qoyulmuş və onlara uyanlar isə ins olaraq insanlar. Yəni onlarla ünsiyyət quran insi. Mənası odur yəni. İnsanlar insi olanlar. Oydur ki, Zariyat surəsi 56-cı ayədə mən cinni və insi yalnız mənə qulluq etmək üçün yaratdım. Amma onlar ağardılar, bir dəstəsi bir dəstəsinə qulluq etdi. Allah deyir, məni özüm üçün yarattım ki, mənim əmrlərimə, buyruğuma qulluq etsinlər. Bundan ötürü yaradılmışdı bunlar. Amma bunlar neynədi? Bir qisminə neynədi? Allaha qulluq edər kimi qulluq etməyə başladılar. Qulluq olunanlar cinni, əgər onlar bu dəvət ediblərsə təbii ki. Bir də var ki, mən ölmüşəm, heç vəfatım baş verib, Əli kimi məsələn tarixdə deyirlər. Xəbəri belə yoxdur, adamı pütləşdiriblər, ona ibadət edirlər, onun sözlərinə ibadət edirlər, qulluq edirlər. Hətta onun sözüdür, Allahın sözü kimi ondan da artıq götürənlər vardır. Yəni bu qaçınılmazdır. Amma Əli heç bir zaman öz fikirlərini Quran ayəsinə denk götürməzdi və natiq-i Quran olaraq tanınır. Belə bir şəxsi sevməyi iddia edənlər natiq-i hədislər olubdur. Natiq-i Quranlar olmaq istəmirlər. Niyə Qurandan Quranı nitq eləmirsiniz ki, siz Quranın natiqləri olasınız? Niyə ağanıza bənzəmirsiniz o zaman? Deməli, yanlışdır yolunuz. Davam edək. Cinlər biz elə düşünürdük ki, insan və cin Allah haqqında yalan danışmaz. Deyərəkən öz məzhəblərində olan cin və insanları nəzərdə tutaraq danışırlar yəni. Aydındır. Yəni qırağa çıxmırlar özlərinin arasında. Məsələn, siz özünüz Quranla tanış olmamışdan əvvəl hər hansı bir məzhəbdə olsaydınız, həmin məzhəbin öndərlərini və sıravi üzvlərini ən doğru insanlar kimi görəcək, onların yalan danışa biləcəyinə heç ağlınıza da gətirməzdiniz. Lakin Quranla bəsirət əldə etdikdən sonra hər şey aydınlaşır. Cinlər də məhz Quran dinlədikdən sonra müsəlman olmuş və məzhəblərin yanlışlığını anlamış olurlar. Anlaşıldı? Cin mövzusunda növbəti diqqəti çəkən ayə və şübhəsiz ki, biz göyə toxunduq. Nəticədə onun güclü, qoruyucu və alov ilə doldurulduğunu gördük. Xahiş edirəm, çox diqqət edin. İki kəlmə önəm. Toxunduq və gördük. Toxunduq və gördük. Sadəcə bu iki kəlmədən insan deyir ki, kimsə göyə qalxır. Qardaş, nə qədər qalxırsa da bu sıxılmış hava qatıdır. Bax, bu dəqiqə o hava var, oksigen var, mən toxunuram ona. Bu nə toxunmaqdır? Toxunmaq ikisinin də fiziki olması şərtdir, biri digərinə təmas etməliyik. Bu toxunmaqdır. Məsələn, ərlə arvadın cinsi münasibətində təmas məsələsi, o belə toxunmaqdan danışmır ki,
Cinsi münasibətdən danışır. Gəlin diqqət eləyin. Görək toxunmaq və görmək nə anlama gəlir? Zaten mən öncədən demişəm, çox adam başa düşübdür. Çatmayan adam üçün bir daha diqqət eləyək. Daha əvvəl qeyd etdiyimiz kimi, cinlərin bir qismi Qur'anı dinlədikdə müsəlman olur və qövmlərinin uyarıcı olaraq xəbərdar edirlər, munzir olaraq. Onlar Qur'andan öyrəndiklərini anladırlar. Bəs nə üçün qövmlərinə Qur'anı anlatmaq əvəzinə onların bildiyi bir şeyi göyə toxunmaq məsələsini danışırlar. Cinlər qayıdıblar. Əhqaf surəsində öz qövmünə qayıdıblar və Məhəmməd Peyğəmbərə Cin surəsində nazil olulan məsələləri onların danışıqlarını xəbər verir Allah. Ki onlar öz qövmlərini necə munzirlik etdi, necə qorxutdu, o orada açıqlanır. Doğrudur ya yox? Onların bildiyi şey niyə onlara desin? Bu nə qədər məntiqlidir? Davam edək. Özünüz düşünün. Mən yeni bir kitab dinləmişəm və sənə onun həqiqətlərini anlatmaq istəyirəm. Amma birdən sənə deyirəm ki, biz göyə toxunduq və oranın yanar daşlarla qorunduğunu gördük. Əgər sən bu bilgini əvvəlcədən bilirsənsə də, mən niyə sənə Qur'an əvəzinə bunu anlatmalıyam? Əslində bu ayə səhv anlaşılır. Onlar əslində yenə də Qur'anı təbliğ edirlər. Biz göyə toxunduq dediklərində, yəni bunu məncə istisna kimi qoyuram ki, birdən deyər ki, insandır da, deyərlər ki, və yaxud da ki, həqiqətdə də bəlkə də yanlış anlamış olaram. Mən çıxış yolu qoyuram ki, mənim dediklərimi əminliklə qəbul etmə, yenə də sən dəqiq araşdır. Bəlkə də sən məndən daha dəqiq bilgi əldə edəcəksən. Bu Qur'an həqiqətən nə qədər dərinliyinə varsan, o qədər səni böyüdəcəkdir. İndi davam edək. Məncə sözü yəni ona görə qoymuşam, kimsə mənə təqlid eləməsin deyə və yaxud da bu məqaləni yazan Orxan qardaşımıza təqlid etməsin deyə. Qur'anın bu məsələyə toxunduğundan bəhs edirlər. Yəni, onlar bu bilgini Qur'andan öyrənmiş və öz qövmlərinə də bu formada anlatmışlar. Baxaq, Hicr surəsindəki bu ayələr. And olsun ki, göydə bürüclər yaratdıq və onu baxanlar üçün bəzədik və onu hər qovulmuş azmışdan qoruduq. Dinləmə oğurluğu edən olarsa, onu da açıq bir alov təqib edər. Diqqət elə. İndi görək, bu ayə cinlərdən danışmır. Ümumi bir bilgini qoydu ortalığa Allah. Hicr surəsi 16-dan 18-ə qədər. İndi diqqət eləyək. Bu ayələrdən aydın olur ki, göydə müəyyən qatılar var və bu qatılar alovlarla mühafizə olunur. Kimsə Allahın dərgahına şahid ola biləcək bir bilgi dinləmək istədikdə, buna can atdıqda ki, bir bilgi əldə eləsin, onu alov təqib edərək məhv edər. Yəni, bizlər yerə bağlı bir vəziyyətdəyik, Allahdan bir səlahiyyət olmadan göylərin hüdudunu keçə və bu sınaq sistemini poza bilmərik. Mümkündür. Bu qiyamətə qədər, yəni nə qədər raket uçurtsalar da, nə qədər ora qalxmağa çalışsalar da, bu mümkün olmayacaqdır. Bunlar siz halda aya getdik, bunlar hamısı yalandır və bunlar bir oyundur. Amerika və Rusiya öz arasında cəmaatı barmağına doluyur. Qoy belə deyək. Cin surəsini dinləyən şəxslərdə öz tayfalarına biz göyə toxunduq. Nəticədə onun güclü qoruyucu və alovu ilə doldurulduğunu gördük dediklərində əslində Qur'anın bu həqiqətinə işarə edirlər. Onlar bunu fiziki təcrübə kimi yox, Qur'anın onlara öyrətdiyi bilgi kimi təqdim edirlər yəni. Ənam surəsinin 7-ci ayəsində də toxunmaq mövzusu bir kitabı ələ alıb oxuyub araşdırmaq anlamına gəlir. Toxunmaq, yəni zaten bu var, mən bunu görürəm. Bu toxunmaq, belə toxunmaq deyil məsələ yəni. Alıram əlimə, bunu detay araşdırıram və sonuçta ya inkar edirəm, ya da qəbul edirəm. Allah da deyir ki, Ənam 7-də onlar o kitabına ona toxunsaydılar, yəni onunla ünsiyyətdə olsaydılar, onu araşdırsaydılar, yenə də nə edərdilər? Deyərdilər ki, bu apaçıq bir sehirdir.
Tamam mı? O idi ki bunlar səmaya toxunduq deyəndə səmaya haqqında bilicini gördük. Quranda Allahın bu barədəki fikrinə toxunduq, əldə etdik deyə anlaşılmalıdır. O idi ki Qur'an-ı Kərimdə sizi ay o cindarlar ki gəlir deyir ki cin çıxardırıq, nə bilim insanın bədənindən nə çıxardırıq, aldadırlar. Bunlar psixoloji məsələdir. Həkimə müraciət edin. Belə adamlara, fırıldaqçılara inanmayın. Salam olsun hidayətə tabi olanlara. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu.